Zərdabın Burunlu kəndinin 3 kilometrlik kənd yolu acınacaqlı vəziyyətdədir. 150-yə yaxın evdən və 1000 nəfərə yaxın əhalisi olan kəndin sakinləri bildirir ki, kənd yaranandan bu günə kimi bir dəfə də olsun bu kəndə asfalt örtüyü salınmayıb. Onlar bildirir ki, kəndin yolunun bərbad olması səbəbindən gənc ailələr kəndi tərk edərək iri şəhərlərə üst tuturlar. Xahiş edirəm, bu aidiyyəti qurumlardan bu yola kömək eləsinlər, bu yolun çəkilməsində bizə kömək eləsin. Hava kimi biz bu günü görəcəyik. Biz heç evdən sonra çıxa bilmirik. Mən gündə rayona gedirəm, batıq qalam yolda. Qonşudan gedirəm, batıq qalam yolda. Yolumuz yoxdur, pis vəziyyətdədir. Kəndimizin yolu bərbad haldadır. 4 dənə kəndi birləşdirən yoldur. Biri Ağdaş, biri Ağcabədi, sentralniyə çıxan yollardır. Bərbad vəziyyətdədir. Heç bir maşın dayanı lazım olan vəziyyətdə, lazım olan momentdə özün bir yerə çatdıra bilmir. Ən azından təcil yardıma zəng eləyirik. Xəstə ölür, ölümünə gəlib çatır. Yollar pis vəziyyətdədir. Sadəcə bax, uşaqlar məktəbə gedir, yollarımız gördüyünüz kimi budur. Uşaqları məktəbə gedib gətirmək üçün, aparıb gətirmək üçün qucaqda aparıb gətirir. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, Zərdab rayonunun Burunlu kənd yolunu yenidən qurulması ilə bağlı təkliflər hazırlanaraq aidiyyatı üzrə təqdim olunub. Yolun investiyası proqramına daxil edilməsi gözlənilir. Adı çəkilən kənd yolu investiya proqramına daxil edilən kimi tərəfimizdən yenidən qurulması həyata keçiriləcək. Ümid edək ki, aidiyyatı qurumun dediyi kimi olar və Zərdab rayonunun Burunlu kənd sakinlərinin bu əzab əziyyətinə son qoyular. Mövzunu diqqətdə saxlayacağıq. Aqil Əsədov, Həcər Həsənova bugün informasiya proqramı üçün.